Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz rasional tənliklərdir. Deməli, rasional tənliklərdə əvvəlcə məxrəcin, dəyişənin mümkün qiymətlər çoxluğunu tapmaq lazım. Məsəl üçün, bizə belə bir tənlik verilsə, x bölünsün x plus 4 bərabərdir, məsəl üçün 16. Burada birinci tənliyi həll eləməmişdən qabaq, x üstəgəl 4 fərqlidir, 0-ı həll eləmək lazımdır. Yəni, x fərqlidir, mənfi 4-dən. Yəni, əgər biz hər hansı bir tənliyi həll edib cavabı mənfi 4 tapırıqsa, deməli, bu tənliyin həlli ola bilməz. Ondan sonra tənliyi artıq bildiyimiz qayda ilə həll eləmək mümkündür. İndi birinci tapşırıqda deyir ki, dəyişənin hansı qiymətində kəsirin qiyməti 0-a bərabərdir. Deməli, əgər bizə hər hansı bir kəsir verilir, a böl b. Burada a bərabərdir 0 olarsa, a bölünsün b özü bərabərdir 0. Yəni, surət 0 olanda kəsirin qiyməti 0 olur. Amma b bərabərdir 0 olanda bu zaman kəsirin mənası yoxdur. Yəni, kəsirin qiyməti təyin olunmamışdır. İndi burada da dəyişənin hansı qiymətindədir? Kəsirin qiyməti 0-a bərabərdir. 0-a bərabərdirsə, deməli, surət 0 olmalıdır ki, 0-ı hər hansı bir ədədə böləndə 0 eləsin. 2x üstəgəl, 4x üstəgəl 2 bərabərdir 0-a. Burada 4x bərabərdir mənfi 2-yə, x də bərabərdir mənfi 2 böl 4. Mənfini yazıram, 2-də 4, 0 dəfə, 20-də də 4, 5 dəfə. Mənfi 0,5 olur. Deməli, kəsirin x-in qiymətində kəsirin qiyməti 0-a bərabər olasıdır. İkincidə yenə kəsirin qiyməti 0-a bərabərdir deyir. Burada yenə surəti 0 olmalıdır ki, kəsirin qiyməti 0 olsun. 3 çıxılsın 9-a bərabərdir 0-a. Buradan 3 bərabərdir 9a-ya. A da bərabərdir 3 böl 9-a. 3 ilə də 9 ixtisar gedir, qalır 3-də 1. Üçüncüdə tənliyi həll edin. Tənliyi həll etməmişdən qabaq, indi burada baxın, məxrəc olduğuna görə 1 çıxılsın x. Deməli, əvvəlcə mənim birinci işim olmalıdır. 1 çıxılsın x-in fərqlidir 0-ını tapmalı. Yəni, burada 1 fərqlidir x-dən. Ya da tərsinə yazsam, x fərqlidir 1-dən. Yəni, tənliyi həll eləyərək 1 kökünü tapıramsa, deməli, bu tənliyin kökü deyil. Bundan sonra baxıram, deməli, birinci vuruq, ikinci vuruq. 0-a bərabərdirsə, ya birinci vuruq 0 olmalıdır, ya da ikinci vuruq. İndi burada 1 çıxılsın x bərabərdir 0 götürürəmsə, x bərabərdir 1 götürürəm. Burada da əvvəldə də yazmışdım ki, x fərqlidir 1-dən. Bu deməkdir ki, burada 1-ə bərabərdir, burada fərqli qiymətdir. Deməli, bu x bərabərdir 1, kənar köklü. Tənliyin kökü ola bilməz. Çünki əvvəlcədən demişdim ki, x 1 ola bilməz. Onda ikinci mötərizəyə ümidimiz qalır. 1 çıxılsın, 1 bölünsün, 1 çıxılsın x bərabərdir 0-dırsa, deməli, burada 1-i saxlayıram, kəsiri o tərəfə keçirəm. 1 bölünsün, 1 çıxılsın x. Bu 1-in də məxrəcində 1 var. Onda tənasüb kimi işləsəm, 1 çıxılsın x bərabərdir 1-ə. X də bərabərdir, 1 çıxılsın 1, o da bərabərdir 0-a. Deməli, x-in bir dənə 0 kökün qiymətində tənliyin cavabı doğru olur. Deməli, 3-də də olur A variantı. 4-də yenə eyni qayda ilə birinci biz 1 üstəgəl x-in fərqlidir 0-ını həll eləməliyik. 1 üstəgəl x fərqlidir 0-dan, x də fərqlidir mənfi 1-dən. İndi x mənfi 1-dən fərqlidirsə, deməli, ya burada hasil 0-dır, ya 1 üstəgəl x bərabərdir 0 olmalıdır, ya da 3 üstəgəl 1 bölünsün, 1 üstəgəl x bərabərdir 0 olmalıdır. Buradan alıram ki, x bərabərdir mənfi 1-ə, amma əvvəldə demişdim ki, fərqlidir mənfi 1-dən. Ona görə də bu mənfi 1 kənar kökdür. Yəni, bizim kökümüz ola bilməz. İndi bu tənliyi həll etmək lazımdır. 1 bölünsün, 1 üstəgəl x-i saxlayıram, 3-ü keçirəm bir tərəfə, 3-ün də altında 1 var. Burada da tənasüb kimi işləsəm, deməli, mənfi 3-ü vurmalıyam 1 üstəgəl x-ə, bərabər olmalıdır 1-ə. Buradan 1 üstəgəl x bərabərdir mənfi 1 bölünsün 3-ə, x də bərabərdir mənfi 1 bölünsün 3, çıx 1. O da bərabərdir 2 dənə mənfidi toplayıram qabağında, mənfi yazıram, mənfi 1,3-də 1. Deməli, mənfi 1 ola bilməz, amma mənfi 1,3-də 1 ola bilər. Ona görə də burada yalnız C variantı olur. Tənliyin həlli. 5-ci. 2-də 1 kəsirinin surət və məxrəcinə hansı ədədə əlavə etmək lazımdır ki, onda 8 alınsın. Deməli, 2-də 1 kəsirinin
Üstünə də hər hansı bir x gələm, məxrəcinə də hər hansı bir x gələm. Deyir ki, surət və məxrəcinə hansı ədəd əlavə etmək lazımdır ki, 10-da 8 alınsın. Bunu da yazıram 10-da 8 kimi. İxtisar getsin, qalsın 5-də 4. Deməli, bu kəsirin qiyməti 5-də 4-ə bərabərdir. Buradan şifahi də tapa bilərik ki, x-in yerinə 3 qoyanda məxrəc 5 olur, surət 4 olur. Amma tənlik kimi həll edib də tapmaq olar. 5 vurulsun 1 üstəgəl x bərabərdir 4 vurulsun 2 üstəgəl x. Vurub atsam 5 üstəgəl 5x bərabərdir 8 üstəgəl 4x-ə. Burada 5x-dən 4x-i çıxaram. 8-dən də 5-i. Burada da alır x bərabərdir 3. Deməli, x-in 3 qiymətindir. Yəni, bunu əvvəlcədən şifahi də tapmaq olardı. Yəni, görməyəndə tənliyi həll eləməklə də tapmaq mümkündür. Növbət tapşırığımız 6. 3-də 1 kəsirin surət və məxrəcinə hansı ədədi əlavə etmək lazımdır, deyir. 3-də 1-in surətə də x əlavə edirəm, məxrəcədə də. Bu alınır 10-da 6. 10-da 6 ixtisar gedir, qalır 5-də 3. Deməli, buradan yenə görürəm ki, 3-ün üstünə 2 gələndə 5 eləyir. 1-in üstünə də 2 gələndə 3 eləyir. Deməli, x 2-dir. Amma görməsək, bunu həll eləmək lazımdır. Yəni, 5-i vurmalıyam 1 üstəgəl x-ə. 3-ü də vurmalıyam 3 üstəgəl x-ə. Buradan 5 üstəgəl 5x bərabərdir 9 üstəgəl 3x-ə. 5x-dən 3x-i çıxıram, 9-dan da 5-i. 2x bərabərdir 4-ə, x də bərabərdir 2-yə. Yəni, həll eləməklə də bunu tapmaq oldu. 7-ci tapşırıqda, deməli, kəsirin məxrəci, 2 dənə məxrəcimiz var. Burada məxrəclərin hər ikisinin 0-dan fərqli qiymətini götürməliyim. Yazmaq lazımdır ki, birinci x fərqlidir 0-dan və x üstəgəl 2 fərqlidir 0-dan. Bu o deməkdir ki, x fərqlidir 0 və mənfi 2-dən. Deməli, x nə 0 ola bilməz, nə də mənfi 2. İndi bunlara baxıram. Tənliyi həll eləməkdən ötürü ortaq məxrəcə gətirirəm. Ortaq məxrəcimiz olası x-də x üstəgəl 2. Surətdə də 4-ü vurmalıyam x üstəgəl 2-yə. Mənfi 4-ü də vurmalıyam x-ə. Bərabərdir 1. Kəsirin qiyməti 1-ə bərabərsə, deməli, surət məxrəcə bərabərdir ki, eyni ədədlərin nisbəti 1-dir. Surəti məxrəcə bərabər eləyərək vurub açıram. 4 x üstəgəl 8 çıxılsın 4x bərabərdir x kvadratı üstəgəl 2x. Burada 4x-lər islah gedir, qalır x kvadratı üstəgəl 2x çıxılsın 8 bərabərdir 0. İndi bizə deyir ki, tənliyinin köklərinin cəmini tapın. Tənliyin köklərinin cəmi aydındır ki, əks işarə ilə götürmüş ikinci əmsala bərabərdir. Yəni, x1 üstəgəl x2 bərabərdir. Bu 2-dirsə, deməli, cavabı da olası mənfi 2. Köklərin cəmi. Da tənliyi həll eləməyə ehtiyac yoxdur. 8-ci tapşırıqda yenə eyni qayda ilə ortaq məxrəc x vurulsun, x minus 1 olur. 3-ü vurmalıyam x-ə, o bir 3-ü də vurmalıyam, x çıxılsın 1-ə. Bərabərdir 1. Yenə surət məxrəcin nisbəti 1-dirsə, surət məxrəcə bərabərdir. Surəti vurub açsam 3x çıxılsın, 3x üstəgəl 3 bərabərdir. Burada da x kvadratı çıxılsın, x alınır. 3x-lər islah gedir, qalır x kvadrat çıxılsın, x bu 3-ü də o tərəfə keçirəndə minus 3 bərabərdir 0. Köklərin cəmini tapın deyir. x1 üstəgəl x2 bərabərdir. Bu mənfi 1-dirsə, bu da olası müsbət 1. 8-də də D variantı. 9 nömrəli tapşırıq. Məxrəc x çıxılsın 2 olduğuna görə x çıxılsın 2 fərqlidir 0-dan, x də fərqlidir 2-dən. Bu şərt daxilində bu 9 çıxılsın x-in altına 1 yazıb tənasüb üçün bir-birinə vurmaq olar. X üstəgəl 3-ü 1-ə vuranda ilə x üstəgəl 3 eləyir. X çıxılsın 2-ni də vurmalıyam 9 çıxılsın x-ə. Buradan x üstəgəl 3 bərabərdir 9x. X-i x-ə vuranda minus x kvadratı, minus 9 2-yə vuranda 18, mənfi 2-yi də mənfi x-ə vuranda müsbət 2x. Hamısını bir tərəfə keçirsəm, x kvadratı keçir bu tərəf olur müsbət. Buradakı x-i yazıram. 9x keçir mənfi, 2x də keçir o mənfi. 2x, bir dənə burada qaldı. Bu tərəfdə qaldı 3. Bu tərəfdəki 18 də keçir, müsbət 18 olur. Bərabərdir 0. Bu alınır x kvadratı.
Bu -8x ilə də -2x-in -10x. 3 ilə də 18-i toplayanda müsbət 21 bərabərdir 0. İndi bizə deyir ki, köklərin hasilini tapın. Köklərin hasili deyirsə, deməli x1 vurulsun x2 bərabərdir sərbəst əddə. Yəni 21-ə. D variantı. Onda x çıxılsın 4 fərqli olmalıdır 0-dan, x də fərqli olmalıdır 4-dən. Deməli x 4 ala bilməz. İndi yenə burada tənasüb kimi vurub açsam, yəni bunun altına 1 yazıram. Vururam x çıxılsın 2-ni 1-ə, 8 çıxılsın x-i də vurmaq lazımdır. X çıxılsın 4-ə. Buradan x çıxılsın 2 bərabərdir 8x çıxılsın 8 dəfə 4-ün 32. Çıxılsın x kvadratı üstə gəl 4x. Hamısını yenə sağa sola keçirim. X kvadratı. Buradakı x yazıram. Burada da 2 dənə x var. 12x eləyir. Keçəndə bu tərəfə çıxılsın 12x. -2. 32 də sola keçəndə o müsbət 32. 0. X kvadratı çıxılsın 11x üstə gəl 30 bərabərdir 0-a. Burada da bizə deyir ki, köklərin hasilini tapın. Köklərin hasili onda sərbəst əddə bərabərdir. x1 vurulsun x2 bərabərdir. Bu 30-a. E variantı. 11 nömrəli tapşırıq. Tənliyin deyir kiçik kökünü tapın. 11. Deməli burada ortaq məxrəcdə ilk baxışdan görürəm ki, 5-in üstünə x-in yerinə 5 qoysam, 5-də 1 gələndə 5/5-də 1 eləyir. Bir dənə də mənfi yox belə. 5-də 1-dirsə, x-in yerinə 5-də 1 qoyanda, bunu da 5-də 1-in tərsi də 5 eləyir. Toplayanda yenə 5/5-də 1 edir. Deməli, kiçik kökü ilə 5-də 1-dir. Amma indi məsəl üçün bunu şifahi görmürüksə, işləmək lazım. Burada deməli x-ə ortaq məxrəc gətirir. X-ə ortaq məxrəc gətirəndə olur x-in kvadratı üstə gəl 1 bərabərdir. Buranı da düzgün olmayan kəsrə çevirirəm. 5-də 26. İndi tənasüb kimi bir-birinə vururam. 5x-in kvadratı üstə gəl 5x bərabərdir 26x-ə. 5x-in kvadratı üstə gəl 5. Burada x yoxdur. İndi tənliyi kvadratı tənlik formasına salsam 5x kvadratı çıxılsın 26x üstə gəl 5 bərabərdir 0 olar ki, buradan d-ni tapanda d1 ilə tapım, yarımla. 26-nın yarısı 13 eləyir, 13-ün kvadratı çıx AC. 5 vur 5. 169-dan da 25 çıxanda qalır 144. Onda x1 bərabərdir. Əks işarə ilə götürüm ikinci əmsalın yarısı, yəni 13 üstə gəl. 144-dən kök çıxır 12 bölünsün A, yəni 5. 25-i də 5-ə böləndə 5 eləyir. O biri kökünü də tapanda 13-dən 12-ni çıxıb 5-ə böləm. Bu da 1 bölünsün 5 eləyir. Böyük budur, kiçik bu. Deməli, balacasını soruşur bizdən 5-də 1. Yəni bunu şifahi də görmək olar, amma bu qayda ilə işləmək də olar. Onda 12-də də bu qayda ilə yenə işləsəm, x-i 1 taparam 3. Çünki 3-ün üstünə 3-də 1 gəlir, 3-də 1 eləyir. Bir də x-i taparam 3-də 1. Bizə də böyük kökünü soruşur 3-ü. D variantı. 13. Tənliyi həll edin. Tənliyi həll eləməkdən ötürü, deməli, birinci sadələşdirmək lazımdır. Və burada məxrəc x çıxılsın 2 olduğuna görə x fərqlidir 2-dən. Çünki x 2 ola bilməz. Deyib tənliyi başlayırıq həll eləməyə. 5 yazıram bərabərdir. Bu kəsirləri də keçirəm sağa və x çıxılsın 2-də 2x plus 6-nı bölməni də vurma ilə əvəz eləsəm, x çıxılsın 2 bölünsün 2 olur. Bərabərdir. Bunlar ixtisar gedir. Surətdən 2-ni ortaq vuruq çıxarsam, x üstə gəl 3 bölünsün 2 qalır ki, bu 2-lər də buradan ixtisar gedir. Deməli, 5 bərabərdir x plus 3-ə, x də bərabərdir 2-yə. Amma başda demişdim ki, x fərqlidir 2-dən. Burada aldım ki, x bərabərdir 2. Deməli, bu tənliyin kökü bir dənə 2-dir. O da əvvəlcədən demişdim ki, ola bilməz. Ona görə də 13-də Y variantı olur. 14 nömrəli tapşırıqda yenə eyni qayda iləndir. 14-də.
7-ni saxlayıram burada, qalanını keçirəm o tərəfə. Amma əvvəlcədən yazmaq lazımdır. X fərqlidir 5-dən. Bu mütləq nəzərə alınmalıdır. Burada da x çıxılsın 5. Surətdə də 3x üstəgəl 6. Bölməni vurma ilə əvəz eləsəm 3 düşər məxrəcə. X çıxılsın 5 qalxar. Surətə yenə bunlar ixtisar gedər. Surətdən 3-ü çıxarsam 3 üstəgəl x üstəgəl 2 qalır. Bu da məxrəcdəki 3 ilə ixtisar gedir. 7 bərabərdir x plus 2. X də bərabərdir 5. Amma əvvəldə demişdim ki, x fərqlidir 5. Deməli, bu tənliyin də kökü yoxdur. C variantı. Mütləq əvvəlcə tənliyin dəyişənin mümkün qiymətlər çoxluğunu tapıb, sonra tənliyi əlləmək lazımdır. 15. Üstündə -1 olanda bilirik ki, kəsiri tərsinə çevirib üstünü müsbətləşdirmək olur. Ona görə də ortaq məxrəc bunlara olur 3. Surətdə də olur 6 çıxılsın x-in üstündə -1 bərabərdir -2-dirsə, bunun yerinə yazaram 6 çıxılsın x-də 3 bərabərdir -2 bölünsün 1. İndi bunu tənasüb kimi işləsək, 1-i 3-ə vuranda 3 bərabərdir -2-ni də bunlara vuranda -12 üstəgəl 2x. Buradan 12 də keçsə bu tərəfə 3 üstəgəl 12 bərabərdir 2x-ə, yəni 2x bərabərdir 15-ə. X də bərabərdir 7,5-ə. Burada da x məxrəc 6 ola bilməz. Amma burada da 6 olmadı. 7,5 oldu. Deməli ilə bir dənə kökümüz var. 15-də A variantı. 16 nömrəli tapşırıqda. Yenə kəsirin üstündə -1 olduğuna görə bunu tərsinə çevirsəm, yəni tərsinə yazsam 3 çıxılsın 0,5x-də 1 bərabərdir 2-yə. Burada məxrəc deməli 0 ola bilməz. Bu da o deyən söz x fərqlidir 6-dan. Çünki 0,5 6-ya vuranda 3 eləyir. 3-dən 3 çıxanda 0 eləyir. Məxrəc 0 ola bilməz. X fərqlidir 6 deyib başlayıram tənliyi əldə eləmək. İndi bunları da bir-birinə vursam bu 2-nin də altında 1 var. 1-i 1-ə vuranda 1 bərabərdir. 3-ü 2-yə vuranda 6 çıxılsın x. Buradan x bərabərdir 6 çıx 1. O da bərabərdir 5 eləyir. 16-da da bu variant. 17 nömrəli tapşırıqda məxrəclər eynidir. Kəsirlərin məxrəci eynidirsə, deməli bunların surətləri də eyni olmalı ki, kəsirlər bir-birinə bərabər olsun. Amma burada yazıram ki, 17-də x kvadratı çıxılsın 25 həmişə fərqli olmalıdır 0-dan. Bu isə o deməkdir ki, x fərqli olmalıdır 5-dən və -5-dən. Yəni x 5 ilə -5 ala bilməz. İndi məxrəclər bərabərdirsə, surətləri də bərabərləşdirmək lazımdır. Yəni x kvadratı üstəgəl x bərabərdir 45 çıxılsın 3x-ə. Buradan alıram ki, x kvadrat üstəgəl 4x çıxılsın 45 bərabərdir 0-a. D-ni tapsam, D 4-dürsə yarısı ilə tapıram. D1-lə yarısı olar 2. 2-nin də kvadratı 4. Üstünə də 45 gələndə eləyər 49. 49. Buradan da kökləri tapsaq, x1 bərabərdir. Əks işarə ilə götürmüş ikinci əmsalın yarısı, yəni -2. Üstəgəl 49-dan kök çıxır 7, A-sı da 1-dir. Bu elədi 5. x2 də bərabərdir -7 çıx, -2 çıxılsın 7 bölünsün 1. -9 da bu elədi. Deməli 5 və -9. -9 və 5. 5-i də demişdik ki, əvvəlcədən burada harda yazdıq bunu? X burada var, bax, x 5 ola bilməz, bir də -5 ola bilməz. Amma burada aldım ki, həm 5-dir, həm -9. Deməli 5 oldu kənar kök. Bizə yalnız qalan kök oldu -9. -9 oldu A variantı. 18 nömrəli tapşırığa baxaq. Burada deməli əvvəlcədən dəyişənin mümkün qiymətlərinin çoxluğunu tapmaqda fayda var. Əks halda tənliyi həll eləyib, gətirib yerinə qoymaq lazımdır ki, görək həqiqətən də doğru bərabərliyə çevirir, çevirmir. Elə ona görə də əvvəlcədən dəyişənin mümkün qiymətinin çoxluğunu tapmaq daha səmərəlidir. Keçdik burada 18-ə. 18-də yenə tənlikdir. Məxrəc 2 olduğuna görə yazıram ki, x fərqlidir 2-dən.
Yəni 2 olan kimi məxrəc sıfıra çevrilir və bu şərt daxilində başlayırıq tənliyə əlləməyə. Deməli, sol tərəfə ortaq məxrəc gətirmək lazımdır ki, bu da x çıxılsın 2 olur. X-i x çıxılsın 2-yə vuranda x kvadratı çıxılsın 2x üstəgəl 1 də surətdədir. Bərabərdir. 5-də, 3-də 15-in üstə 1 gələndə də 16 eləyir. İndi bu qayda ilə başlayıram tənasüb kimi həll eləməyə. X kvadratı çıxılsın 2x üstəgəl 1-i 3-ə vursam, olar 3x-in kvadratı çıxılsın 6x üstəgəl 3 bərabərdir. Bunları da 16-ya vursam, 16x çıxılsın 32. Deməli, tənlik olar 3x kvadratı çıxılsın. 16 da bu tərəfə keçəndə mənfi olur. 6 ilə də 16 eləyir 22x. 32 də bu tərəfə keçəndə müsbət olur. Üstəgəl 32-nin üstünə 3 gələndə 35. 0. D1 ilə yenə tapaq. D1 ilə tapmayaq amma. Bizə deyir ki, tənliyin köklərinin cəmini tapın. Köklərin cəmini tapmaqdan ötürü deməli, burada Viet teoremindən istifadə eləmək lazım. Bunun üçün hər bir həddi 3-ə bölək. 3-ə bölsək alarıq x-in kvadratı çıxılsın. 22-yi 3-ə böləndə 7 tam 3-də. 7 dəfə üçün 21 eləyir, qalıqda 1. Üstəgəl 35-i də 3-ə böləndə eləyir 11 tam 33 eləyir də. 35-də 2 bərabərdir 0. Bizə də deyir köklərin cəmini tapın. x1 üstəgəl x2 bərabərdir. Burada x də var. Əks işarə götürmüş. İkinci əmsala 7 tam 3-də 1-ə. 7 tam 3-də 1-də oldu A variantı. 19-da yenə x fərqlidir. Mənfi 3 yazaraq başlayırıq tənliyə həll eləməyə. Ortaq məxrəc olası x üstəgəl 3. X üstəgəl 3-ü x-ə vuranda olar x-in kvadratı üstəgəl 3x üstəgəl 1 bərabərdir. Bu tərəfi də düzgün olmayan kəsrə çevirsək 5-də 11. İndi burada vurub atsam olar 5x-in kvadratı üstəgəl 15x üstəgəl 5 bərabərdir. 11-i də x plus 3-ə vursam 11x üstəgəl 33. Buradan 5x kvadratı 15x-dən 11x çıxanda müsbət 4x qalar. 5-dən də 33 çıxanda mənfi 28 qalar. Bərabərdir 0. Bizə yenə köklərin cəmini deyirsə hər tərəfi 5-ə bölüm ki, çevrilmiş kvadrat tənliyi alınsın. X kvadrat üstəgəl 4-də 5 0 dəfə 40-da da 8 dəfə çıxılsın. 28-də 5 5 dəfə 28-də daha doğrusu 5-də 25 eləyir. Bu da 3 bərabərdir 0. Bizə də köklərin cəmini deyir. x1 üstəgəl x2 bərabərdir. 0,8 olduğuna görə mənfi 0,8. Çünki əks işarə ilə götürülmüş. İkinci əmsaldan gedir söhbət. 19-da da C variantı. 20. Bir dənə burada 3 tam olmalıdır. 35 tam yazmışım. 19. Yəni o bizə lazım deyil, amma düz olsun. 20 nömrəli tapşırıqda məxrəclər eynidir. Yox, eyni deyil. Birində 2x üstəgəl kökdə 3-dür. Birində 2 kökdə 3 üstəgəl 2-dir. Buradan əvvəlcə biraz sadələşdirsək daha yaxşı olar. Deməli, buranı biraz yer açaq burada. Yazaq 20. Deməli, əvvəli olduğu kimi yazaq elə. Çünki burada heç nə yoxdur. X kök altında 3. Məxrəcdə də 2x plus kök altında 3. Bərabərdir. Buradan da 2x-dirsə, məxrəcdən də 2-ni çıxarsaq, x kök altında 3 üstəgəl 1 qalır ki, burada da 2-lər ixtisar gedir. Deməli, birinci burada 2x çıxılsın. Kök altında 3-ü fərqlidir 0-la. Nəzərə almalıyıq. 2x fərqlidir kök altında 3-dən. X də fərqlidir kök altında 3 bölünsün 2-dən. Bunu yazandan sonra indi tənliyimiz olur belə. X kök altında 3. 2x üstəgəl kökdə 3 bərabərdir. X vurulsun. Kök altında 3 üstəgəl 1. Tənasüb kimi vuraq. Deməli, bu x plus 3-ü köklə x üstəgəl 1-ə vuramsa olur 3x üstəgəl
Kök altında 3x. Sonra bunları vursam bərabərdir 2x'in kvadratı. Kökdə 3'ü də x'e vuranda üstə gəl. Kök altında 3x olur. Hər iki tərəfdə müsbət kök altında 3x'lər var deyə islah getdi. Burada qaldı 2x kvadrat üstə gəl 3x bərabərdir. Çıxılsın 3x. Çünki 3x o tərəfə keçirəm. Bərabərdir 0. Hər tərəfi də 2'ye bölsəm alaram x kvadratı çıxılsın. 1,5x üstə gəl. 0, yəni sərbəst əddi 0'dır. Köklərin cəmini tapın deyir. Köklərin cəmi ət işarələ götürmüş. İkinci əmsal. x1 üstə gəl. x2 bərabərdir 1,5'e. 20'də də C variantı. Eyni qayda ilə 21'ə də baxsaq. 21'də ikisində də məxrəcdə x var. Yenə vurub açaq burada. Deməli, x kök altında 3'ü vurmalıyam 5 çıxılsın x kök altında 3'e. Bərabər olmalıdır. 2x'i də vurmalıyam 2 kök altında 3 çıxılsın x'e. Bunları vursam olar 5 kök altında 3x. Sonra bu ikisini vursam köklükə vuranda eləyir 3. X'i də x'e vuranda x kvadratı. Deməli mənfi 3x'in kvadratı eləyir. Bu bir tərəfdə 2'ni 2'ye vuram 4 kök altında 3x. 2x'i də x'e vuram mənfi 2x'in kvadratı. İndi hamısını eyni tərəfə keçirsəm bu 3x kvadratı sağa keçsə olar müsbət 2 dənəsində çıxanda qalar x kvadratı. Bunlar ikisi də deməli 4 kök altında 3'dən 5 kök altında 3'də x'i çıxanda qalır mənfi 1 kök altında 3x bərabərdir 0. Bu isə x kvadratı çıxılsın. Bizə də köklərin cəmini deyir. Köklərin cəmi də elə budur da x kvadratına ehtiyac yoxdur. x1 üstə gəl x2 bərabərdir. Ət işarələ götürmüş. İkinci əmsal, yəni kök altında 3'e. 21'də də B variantı. 22. Tənliyi həll edin. Tənliyi həll etməkdən ötürü deməli məxrəcə baxıram ki, burada 2 yazsam məxrəc 0'a çevrilir. Deməli əvvəlcə yazıram ki, x fərqlidir 2'dən. Sonra məxrəcləri eyniləşdirirəm. Belə ki, x çıxılsın 3 bölünsün, x çıxılsın 2 yazıramsa, bunu da x çıxılsın 2 eləməkdən ötürü mənfi 1'ə vuram. Bu qabaqdakını da dəyişirəm bunda. Üstə gəl 7 çıxılsın 3x bölünsün, x çıxılsın 2 bərabərdir mənfi 1'ə. İndi ortaq məxrəcə eyni oldu. X çıxılsın 2'də, x çıxılsın 3, üstə gəl 7 çıxılsın 3x bərabərdir mənfi 1'ə. İndi buradan da görürəm ki, deməli surət məxrəcinin nisbəti mənfi 1'dirsə, burada da 1 yazıb vurmaq olar. X-dən 3x çıxanda qalır mənfi 2x. Mənfi 7 ilə də mənfi 3 ilə də müsbət 7 ilə eləyir müsbət 4 bərabərdir. Bunları da mənfi 1'ə vuranda mənfi x üstə gəl 2. 2x'i mənfi x'in yanına keçirsəm olar x bərabərdir. 4'dən də 2 çıxanda 2 olur. X bərabərdir 2. Amma əvvəldən x fərqlidir 2 yazmışdım. Ona görə də yəni olmaz. 22'də B variantı. 23. Yine eyni. Məxrəc 7 ola bilməz. X fərqlidir 7'dən. Şərti daxilində buraya yazaq 23 nömrəli tapşırıq. Burada yazaq 22. Tənliyi həll eləməkdən ötürü məxrəcləri eyniləşdirək. Əvvəlcə x plus 2'ni bölək x minus 7'yə. Bu çıxmanı toplamı ilə əvəz eləyirəm. Məxrəcin işarəsini dəyişirəm. Yəni x çıxılsın 7 olur. Bərabərdir mənfi 2. Ortaq məxrəc x çıxılsın 7. X üstə gəl 2 üstə gəl 3x çıxılsın 30'da surətdə olar. Bərabərdir mənfi 2'yə. Yenə tənasüb kimi vursaq bu surət olar. 4x çıxılsın 28 bərabərdir. Mənfi 2'yi də bunlara vuranda mənfi 2x üstə gəl 14. 4x ilə 2x'i toplayıram 6x bərabərdir. 28 ilə 14 toplayıram 42. X də bərabərdir 7 aldım. Amma əvvəlcədən x fərqlidir 7 götürmüşdüm. Deməli yenə də həlli olmadı. Rasional tənliklər mövzusudur. Yenə də 24 nömrəli tapşırıqla davam edirik. Deməli, burada məxrəcdə x və x plus 3 var deyə yazıram ki, x fərqlidir 0'dan və x fərqlidir mənfi 3'dən. Çünki bu iki qiymətdə məxrəc 0'a çevrilir. Bu zaman da kəsrin mənası olmur. Bu şərt daxilində ortaq məxrəcə gətirməklə tənliyi həll edək.
X üstəgəl 3 bulur ortaq məxrəci. Surətdə olar x üstəgəl 3-ün mötərizə kvadratı üstəgəl x-in kvadratı bərabərdir. Düzgün olmayan kəsrə çevirsək 4-də 17. Deməli 4-ü vurmalıyam birinci kəsrin surətinə, 17-ni də vurmalıyam birinci kəsrin məxrəcinə. Onda tənliyimiz olar 4 vurulsun. Deməli bunu kvadrata yüksəldəndə olur x kvadrat üstəgəl x kvadrata bir dənə daxırda var. İkisinin yerinə 2x kvadrat üstəgəl 6x üstəgəl 9 yazmaq olar. Bərabərdir 17-ni də. Bunların hasili olar x kvadrat üstəgəl 3x. 17-ni də 3x kvadrat. X kvadrat üstəgəl 3x-ə vurmaq lazımdır. Vurmaları vurub açaq mötərizələri. 8x kvadrat üstəgəl 6 dəfə 4-ün 24x üstəgəl 9 dəfə də 4-ün 36. Bərabərdir 17 x-in kvadratına üstəgəl 3-ü də 17-yə vuranda eləyir 51x. Burada hamısını sağa keçirsəm 17x kvadratından 8x kvadrat çıxanda qalar 9x kvadratı. 51x-dən 24x çıxanda qalar müsbət 27x. 36 da keçir sağa olur mənfi 36. Bərabərdir 0. Hamısı 9-a bölündüyünə görə 9-a bölərəm. X kvadrat üstəgəl 3x çıxılsın 4 alınar. Buradan d'nin diskriminantı tapsam 25. X1 bərabərdir. Əks işarə götürmüş. İkinci əmsal mənfi 3 üstəgəl 25-dən kök çıxır 5 bölünsün 2. Deməli burada da cavab eləyir 2. 2 böl 2. 2-ni 2-yə böləndə 1. O biri kökü də tapanda mənfi 3 çıx 5 bölünsün 2. Surətdə olur mənfi 8, 2-yə də böləndə eləyir mənfi 4. Bu da dəyişənin mümkün qiymətlər çoxluğuna daxil olduğuna görə, deməli bu tapşırıqda da olur 1 mənfi 4, cavab olur B variantı. İndi 25 nömrəli tapşırığa eyni qayda ilə baxsaq, yenə məxrəc 0 ola bilməz. Ona görə də x fərqlidir 0-dan və x fərqlidir mənfi 4-dən. Şərti daxilində ortaq məxrəcə gətirmək lazımdır. X ilə x üstəgəl 4-ün hasili olur bunların ortaq məxrəci. Surətdə də olar x üstəgəl 4-ün kvadratı üstəgəl x-in kvadratı bərabərdir 5-də 26-ya. İndi burada 5-i vurmalıyam ya da ki birdən buran vuraq. 26-nı vurmalıyam birinci kəsrin məxrəcinə. Yəni 26 vur. Birinci kəsrin məxrəcini də vurub açsam x kvadrat üstəgəl 4x eləyir. Bərabərdir. 5-i də vurmalıyam birinci kəsrin surətinə. Kvadrata yüksəldəndə olur x kvadratı. Burada da x kvadratı var. İkisi bir yerdə 2x kvadratı üstəgəl 8x üstəgəl 16. İndi hər tərəfi vuraq açaq. 26 x-in kvadratı üstəgəl 26-nı 4-ə vuranda 24, 2 yadda 8, 2 də yadda 10. 104x bərabərdir 10 x-in kvadratı üstəgəl 8 dəfə 5-in 42 üstəgəl 80. 26x kvadratından 10x kvadratını çıxanda qalır 16x kvadratı. 104-dən də 40-ı çıxanda qalır 64x. 80 da keçir bu tərəf olur mənfi 80 bərabərdir 0. İndi burada tənlikdə hər bir hədd 16-ya bölünür. 16-ya bölsək x kvadrat üstəgəl 4x çıxılsın 5 bərabərdir 0 alınar ki. Buradan da d bərabərdir 16 üstəgəl 20 eləyər 36. X1 bərabərdir. Mənfi 4 üstəgəl 6 bölünsün 2. 2 bölünsün 2 eləyir bu 1. O biri kökü də tapanda mənfi 4-dən 6-nı çıxıb 2-yə bölməliyik. Mənfi 10 bölünsün 2 bərabərdir mənfi 5. 1 mənfi 5 də dəyişən mümkün qiymətlər çoxluğuna daxil olduğuna görə, deməli hər ikisi burada kök alınır. Kök tənliyin köküdür. 26 nömrəli tapşırıqda tənliyin dik köklərinin cəmini tapın. Tənliyin köklərinin cəmini tapmaq üçün əvvəlcə yenə dəyişənin mümkün qiymətlər çoxluğundan istifadə eləyək burada. Deməli, məxrəc 2 ola bilməz. X fərqlidir 2-dən və mənfi 2-dən. Yəni 2 və mənfi 2 ola bilməz. İndi burada x kvadratı çıx 4-dür. Burada da 2 çıxılsın x-dir. Bizə də bu buruqlarını ayıranda x çıxılsın 2 və x üstəgəl 2 alındığına görə burada x çıxılsın 2 olmalıdır. Ona görə ikinci kəsrin surət və məxrəci mənfi 1-ə vurmaq lazımdır. Yəni birinci kəsir olduğu kimi qalsın. Məxrəcdə də x kvadratı çıx 4. İkinci kəsirdə də olur surətdə mənfi x, məxrəcdə də x çıxılsın 2 bərabərdir 0. İndi artıq buradan bu x kvadrat çıx 4 elə bunlara ortaq məxrəc olur.
X kvadratı çıx 4-dürsə, olur x'in kubu üstəgəl 4x kubu çıxılsın 8x. Burada da olur mənfi x'i vurmalıyam. X üstəgəl 2-yə ki, ortaq məxrəcə gətirmiş olum. İndi deməli surət 0 olmalıdır ki, kəsrin qiyməti 0-a bərabər olsun. Məxrəc amma 0-dan fərqli olmalıdır. Ona görə də yalnız surətin 0 qiymətinə bərabər eləyirəm. X-in kubu. X-in kubu. Üstəgəl. Burada deməli, bir dənə də baxın buna. 4x-in kvadratıdır bu. Üstəgəl 4x-in kvadratı çıxılsın 8x, çıxılsın x kvadratı, çıxılsın 2x bərabərdir 0 alınır. Burada deməli x kubu qalsın. Buradan da üstəgəl 3x-in kvadratı, çıxılsın 8x-dən 2x-in eləyir 10x. Bərabərdir 0. X-i ortaq vuruq çıxarsam, x-in kvadratı qalar. Üstəgəl 3x çıxılsın 10 bərabərdir 0. Hasil 0-dırsa ya x 0-dır ya da x kvadratı üstəgəl 3x çıxılsın 10 0-a bərabərdir. Buradan diskriminant olar 49. X1-i tapsaq, əks işarələ götürmüş ikinci əmsal plus 7 bölünsün 2. 4 2-yə böləndə eləyir 2. X2 də bərabərdir. Mənfi 3 üstəgəl 7 bölünsün yenə 2. Çıxılsın. Mənfi 10-u da 2-yə böləndə mənfi 5 eləyir. Deməli, burada bir kökü var 0, biri 2, biri də mənfi 5. Deməli, 0. İndi burada 2-ni, bu əvvəldə mən yazmışdım, axı 2 ola bilməz. Ona görə 2-ni götürürəm kənar kök. Deməli, yalnız köklər 0 və mənfi 5-dir. Və köklərin də cəmini tap deyir, mənfi 5-ə bərabərdir bu da. Bu da oldu 26-da S variantı. Keçək 27-yə. 27-də yenə tənasüb kimi həll eləmək lazımdır tapşırığı. Yəni, x-i, bura 27 yazaq, sonra silə. 27-də x-i vurmalıyıq x minus 6-ya. X minus 2-ni də vurmaq lazımdır x minus 5-ə. İndi burada məxrəcdə, birinci burada yazaq ki, x fərqlidir 5-dən və x fərqlidir 6-dan şərti mütləq ödənməlidir. İndi vurub açsaq, olar x-in kvadratı çıxılsın 6x bərabərdir. X-in kvadratı çıxılsın 7x üstəgəl 2 dəfə də 5-in eləyir 10. Burada x kvadratlar iki tərəfdən dislas gedir. 7x çıxılsın 6x bərabərdir 10 qalır ki, buradan da x bərabərdir 10 cavabını tapırıq. Deməli, 27-də elə 10 olur. O da dəyişən mümkün qiymətlər çoxluğuna daxildir. 28-ə baxaq. 28. 28-də 2 dənə məxrəc var. Deməli, x fərqlidir 4-dən və x fərqlidir 6-dan şərti daxilində yenə bir-birinə vururuq. X vurulmalıdır x minus 6-ya. X minus 4 bərabərdir. X minus 4 də vurulmalıdır x minus 3-ə. Buradan x kvadratı çıxılsın 6x olur. Bu tərəfdən də x kvadratı. Mənfi 3x, bu da mənfi 4x. İkisi bir yerdə mənfi 7x. Üstəgəl 4 dəfə üçün 12. X kvadratları yenə islah gedir. Burada 7x çıxılsın 6x bərabərdir 12. X də bərabərdir elə 12-yə. Deməli, 28-də də cavab elədir 12. İndi 29 nömrəli tapşırığa baxaq. Bu 29 nömrəli tapşırıqda, deməli, tapşırığı həll eləmək üçün bir dənə bunları silim. Bura biraz yer açılsın. İndi baxaq 29-a. 29-da yenə baxıram nəyə? Bax, bu x üstəgəl 1 bölünsün x var burada. Bunu bir dənə t ilə əvəz eləyə bilərik. Deməli, x üstəgəl 1 bölünsün x bərabərdir t-dirsə, onda tənliyimiz t kvadratı çıxılsın 10t üstəgəl 25 bərabərdir 0 şəklinə düşür. Buradan da görünür ki, t çıxılsın 5-in kvadratıdır bu. Onda t özü bərabərdir 5-ə. İndi mən x üstəgəl 1 bölünsün x-i t ilə əvəz elədiyimə görə, deməli, bu bərabərdir 5-ə. Bizə deyir ki, x kvadrat üstəgəl 1 bölünsün x kvadratını tap. Tapdığım bu ifadənin hər iki tərəfini kvadrata yüksəldirir.
X kvadrat üstəcəl. Bunlar bir-birinə vuranda 1 eləyir. 2'ye də vuranda 2. Üstəcəl 1 bölünsün x'in kvadratı bərabərdir 25 alınır ki, buradan da x kvadrat üstəcəl 1 bölünsün x kvadratı bərabərdir 25 çıxılsın 2, o da bərabərdir 23'e. Deməli, ifadənin cavabı bərabər oldu 23'e. 30 nömrəli tapşırıqda surəti məxrəcindən 3 vahid kiçik olan kəsirlə, deməli, kəsirdir. Surəti məxrəcindən 3 vahid kiçikdirsə, məxrəc də surətdən 3 vahid böyükdür. Məxrəcə yazmaq olar x plus 3, surətə də x. Surəti məxrəcindən 3 vahid kiçikdir həqiqətən də. Olan kəsirlə onun tərsinin, tərsi deyirsə, deməli, x plus 3 qalxır surətə, x düşür məxrəcə. Bərabərdir 2 tam 10'da 9'a. Verilmiş kəsiri tapın. Deməli, biz bu kəsiri tapmalıyıq. İndi bunlara yenə ortaq məxrəc götürürəm. X ilə x plus 3'ün hasilini. Onda surətdə olur x kvadrat üstəcəl. Burada da x plus 3'ü x plus 3'e vuranda x kvadrat üstəcəl 6x üstəcəl 9 alınır. Bərabərdir. Cavabı da düzgün olmayan kəsirə çevirsək, onda 29'a. İndi deməli 29'u vurmalıyam x kvadrat üstəcəl 3x'e. Onu da vurmalıyıq bunun surətinə, yəni 2 dənə x kvadrat üstəcəl 6x üstəcəl 9'a. Burada 29 x kvadratı üstəcəl 9 dəfə 3'ün 27. 2 yadda 6 2 də yadda 8 87x bərabərdir 20 x kvadratı üstəcəl 62 üstəcəl 90. Hamısını eyni tərəfə keçirsəm 29x kvadratdan 20x kvadratdan çıxanda qalır 9x kvadratı. 87'den 60'ın çıxanda qalır 27x. 90 da keçir bu tərəf olur minus 90. Bu tənliyin hər bir həddini 9'a bölsək, alarıq burada x kvadratı üstəcəl 3x çıxılsın 10 bərabərdir 0. D'si 49'dur. x1 bərabərdir -3 üstəcəl 7 bölünsün 2. Burada da eləyir 4 bölünsün 2. 4'ü 2'ye böləndə 2 eləyir. Deməli, kəsirin özü x bölünsün x üstəcəl 3'dürsə, x'in yerinə 2 yazıram. Məxrəcdə də 2'nin üstü düşəndə 5 eləyir. Və bunu da onluq kəsirindən 0,4 kimi yazmaq olar. Deməli, cavab 0,4. 31 nömrəli tapşırığa baxaq. Məxrəcləri eynidir. Sadəcə olaraq burada yazmalıyıq ki, x fərqlidir ondan. Və məxrəclər eynidirsə, deməli, surətlər də bir-birinə bərabərdir. X kvadrat üstəcəl 8x bərabərdir 20'yə. Buradan x kvadrat üstəcəl 8x çıx 20. x1 bərabərdir. Yarısı eləyir -4 üstəcəl 6. 6'dan da 4 çıxanda eləyir 2. x2 də bərabərdir -4 çıxılsın 6. O da bərabərdir -10. Burada x plus 10'dursa -10 yazmalıydım bura. -10 olanda məxrəc 0'a çevrildiyinə görə deməli bu -10 kənar kökdür. Deməli burada kök olaraq yalnız qaldı 2. Otuz iki nömrəli tapşırığa da baxaq. Deməli, x fərqlidir -3'dən. X fərqlidir -3'dən. Surətlər bir-birinə bərabər olmalıdır. X kvadratı çıxılsın 9x bərabər olar 36'ya. X kvadratı çıxılsın 9x çıxılsın 36. 0'dırsa, D bərabərdir. 9'un kvadratı eləyir 81. Üstəcəl olar. Bunu da 4'ə vuranda 24. 2 yadda 12 2 də yadda 14. 225 eləyir. x1 bərabərdir. Əks işarələ götürmüş. İkinci əmsal 9 üstəcəl 225'dən də kök çıxır. 15 bölünsün 2. 24'ü 2'ye böləndə 12 eləyir. O biri kökü də tapanda 9 çıxılsın 15 bölünsün 2. Bu da -6 bölünsün 2 eləyir -3. Burada da demişdik ki, -3 ola bilməz. Buna görə də bu kənar kökdür. Deməli, yalnız kökü oldu. Tənliyin 12.
İndi yazaq burada 33. %33'də birinci kəsir olduğu kimi qalsın. Y kvadrat üstəgəl 2. Y kvadratı çıxılsın 3y. İkinci kəsirin surət məxrəci -1-ə vuranda olur 10 çıxılsın 8y. Burada da y kvadratı çıxılsın 3y olur. Bərabərdir 0. Buradan da görürəm ki y fərqlidir 0-dan və y fərqlidir 3-dən. Bu şərt daxilində deməli surətləri də eynidir. Surətlərin cəmi də 0-a bərabər olmalıdır ki, kəsirin qiyməti 0-a bərabər olsun. Çıxılsın 8y bərabərdir 0 yazıram. Buradan y kvadratı çıxılsın 8y üstəgəl 12 0-dırsa, D1 ilə tapsaq 8-in yarısı 4 eləyir, kvadratı da 16. 16-dan da AS-ni yəni 12-ni çıxanda qalır 4. X1 bərabərdir. Əks işarə götürmüş ikinci əmsal yəni yarısı müsbət 4 plus 4-dən də kök çıxır 2. 6 öbürü kökdə 4 çıxılsın 2 bərabərdir -6. Tənliyinin köklərinin cəmini tapın deyir. Deməli, burada y 0 ola bilməz, 3 ola bilməz. Buradan da tapdım ki 4 üstəgəl 2 bərabərdir 6 eləyir. 4 çıxılsın 2 də eləyir 2. 2 eləyir bu. 4-dən də 2 çıxanda 2 eləyir və bunların da cəmi eləyir 8. İkisi də dəyişən mümkün qiymətlər çoxluğuna daxildir 8. 33-də. 34. Tənliyinin köklərindən yalnız biri bu tənliyin, həm də bu bir tənliyin kökü olarsa m üstəgəl m cəmini tapın deyir. Birinci bu tənliyi həll eləyək görək. Burada nə var, nə yox. X kubu çıxılsın 7x kvadratı çıxılsın üstəgəl 10x bərabərdir 0-dan. X-i ortaq vuruq çıxarsam qalar x kvadratı çıxılsın 7x üstəgəl 10 bərabərdir 0-dırsa, bu tənlikdə də həll eləyəndə tapıraq deməli köklərini. Hasil 0-dırsa ya vuruqlardan biri ya da digəri 0-dır. Yəni x1 bərabərdir 0. Sonra bu bir tənliyi həll eləyirik. X kvadratı çıxılsın 7x üstəgəl 10 bərabərdir 0. Buradan d bərabərdir 9-a. x1 bərabərdir. Əks işarələ götürmüş ikinci əmsal 7 çıxılsın 3 bölünsün 2. 4-ü 2-yə böləndə 2 eləyir. x2 də bərabərdir 7 üstəgəl 3 bölünsün 2. Bu da 5 eləyir. İndi burada deməli vuruqlarını ayırırıqsa bunu. Ya da elə belə 2-dir, 5-dir. Deməli x1-i burada yazmışamsa x2-ni burada yazıram. x3-ü də burada. Deməli 3 dənə kök var bu tənliyin. İndi bu tənliyin köklərindən yalnız biri bulunan bunun həllidir. İndi bu tənlikdə x çıxılsın 2 fərqlidir 0-dan. Yəni x fərqlidir 2-dən. Və x fərqlidir -3-dən. Bu iki şərt daxilində tənliyi həll eləmək olar. Bu bir tənlikdirsə x fərqlidir 5-dən və x fərqlidir -2-dən. Şərti daxilində tənliyi həll eləmək lazımdır. Biz də almışdıq ki, burada 2 dənə kök, biri 2, biri 5. Burada 2-ni bu tənliyi ala bilmir. 5-i də bu bir ikinci tənliyi ala bilmir. Ona görə burada bizim lazım olan kökümüz yalnız x bərabərdir 0 olasıdır ki, hər üç tənliyin həllidir. Onda harda x varsa yerinə 0 qoyub m-i tapaq buradan birincidə. Deməli, -8 bölünsün -2 bərabərdir m bölünsün x üstəgəl 3. Burada deməli alınır 4 bərabərdir. Bunlar cavabı 4 eləyir. M bölünsün. X'in də yerinə 0 qoymuşdum da 3. Buradan da m bərabərdir 12'ye. İkinci tənlikdə, yəni bu tənlikdə x'in yerinə 0 qoysam, -15 bölünsün -5 bərabərdir m bölünsün 2. X'in yerinə 0 qoyanda. Buradan alıram ki, müsbət 3 bərabərdir m bölünsün 2'ye, n də bərabərdir 6'ya. Bizə də m üstəgəl n-i tap deyir. M üstəgəl n də bərabərdir 12 üstəgəl 6, o da bərabərdir 18'e. 34 nömrəli tapşırığında cavab elədi 18. İndi 35 nömrəli tapşırığa baxaq. Tənliklər üçündür, uyğunluğu müəyyən edin. Deməli, tənlikləri həll eləmək lazımdır.
Həll eləməmişdən qabaq bunun deməli məxrəcin mümkün qiymətlər çoxluğunu tapmaq lazımdır. Deməli 35-də birinci tənlikdə 2x çıxılsın 3 fərqlidir 0-dan, 2x fərqlidir 3-dən, x də fərqlidir 1,5-dən və bir dənə də x fərqlidir 0-dan. Buna əsasən tənliyi həll edib tənasüb üçün bir-birinə vuraq. X-i x-ə vuranda olasıdır x-in kvadratı bərabərdir 8x çıxılsın 12. Kvadrat tənlik formasında yazsaq bunu. X kvadrat çıxılsın 8x üstəgəl 12 bərabərdir 0 eləyir. Buradan da D1 ilə tapaq. Bizə əslində deyir ki, köklərinin cəmi hasili, köklərinin cəmi bunlar verilir. Deməli, diskriminantı olasıdır bunun 64 çıxılsın 48, o da bərabərdir 16. Tapaq elə. X1 bərabərdir, əşarla götürmüş ikinci əmsal, yəni 8 üstəgəl 4 bölünsün 2, 12-ni 2-yə böləndə 6 eləyir. X2 də bərabərdir, 8 çıx 4 bölünsün 2, 4-ü də 2-yə böləndə 2 eləyir. Yəni dəyişənin mümkün qiymətlər çoxluğuna daxildir. 2 dənə kökü var. 6 ilə 2. X1 üstəgəl X2 bərabərdir 8-ə. X1 vurulsun X2 də 6-nı 2-yə vuranda da 12 eləyir. Deməli, cəmi 8, hasili 12. Cəmi 8, hasili 12 burada D variantıdır. Köklərin cəmi hasili, cəmi kökü yoxdur. Köklər eyni işarə əldə edir bir dənə də. Burada deməli baxırıq nəyə? Buna baxırıq ki, burada 12 müsbətdir. Yəni köklərin hasili müsbət ədəddirsə, bunların hər ikisi ya müsbətdir, ya da hər ikisi mənfidir. Deməli kökləri eyni işarə əldə buna uyğun gəlir. D və 35-in birincisində D və Y. İkinciyə baxırıq. İkincidə x fərqlidir 0-dan, 0 ola bilməz. Hər tərəfi x-ə vursaq, 2x üstəgəl 15 bərabərdir x-in kvadratına. X kvadratı çıxılsın 2x çıxılsın 15 bərabərdir 0. D bərabərdir 60-a. Deməli, 4, 64-ə, 4-ün üstünə 4, 15-ə vuranda 64 eləyir. 60 eləyir, üstünə 4 gələndə 64 eləyir. X1 bərabərdir 2 üstəgəl 8 bölünsün 2 bərabərdir 5-ə. X2 də bərabərdir 2 çıxılsın 8 bölünsün 2. Mənfi 6-nı 2-yə böləndə eləyir mənfi 3. İndi köklərin cəmi deyirsə x1 üstəgəl x2 bərabərdir 2-yə. X1 vurulsun x2 də bərabərdir mənfi 3-ə. İndi bura baxırıq. Köklərin kökü yoxdur. Köklərin cəmi 2-yə bərabərdir. Hasili də mənfi 15-ə. Köklərin cəmi 2, hasili isə mənfi 15-ə. Burada 5-ini yazmamışam. Mənfi 15-ə bərabərdir. Deməli 2-yə də A variantı uyğun gəldi. Üçüncü tənlikdə yenə x fərqlidir 0-dan və x fərqlidir mənfi 2-dən şərti daxilində ortaq məxrəcə gətirib tənliyi həll etmək lazımdır. X vurulsun x3 üstəgəl 2 ortaq məxrəc olur. 3-ü vurmalıyam x üstəgəl 2-yə. Öbür 3-ü də vurmalıyam x-ə. Bərabərdir 1-də 4 yazırıq burada. İndi burada vurub açsaq 3x üstəgəl 6 üstəgəl 3x bərabərdir. 4-ü də vurmalıyıq x kvadrat üstəgəl 2x-ə. Bunları vurub açanda x kvadrat üstəgəl 2x eləyir. 6x üstəgəl 6 bərabərdir 4x kvadrat üstəgəl 8x. Buradan 4x kvadrat üstəgəl 8x-dən 6x çıxanda qalır 2x çıxılsın 6 0. Hər tərəfi 2-yə bölsək, 2x-in kvadratı üstəgəl x çıxılsın 3 bərabərdir 0. Buradan D bərabərdir 1 plus 8 dəfə üçün 24 eləyir. Bu da 25-dir. Buradan x1 bərabərdir mənfi 1 üstəgəl 5 bölünsün 2-ni 2-yə vuranda 4 eləyir. 4 4-ə böləndə 1. x2 də bərabərdir mənfi 1 çıx 5 böl 4. Bunlar da mənfi 6-nı 4-ə böləndə mənfi 1,5. Cəmi eləyəsi 0,5. Hasili də eləyəsi mənfi 1,5.
Mənfi 0,5, mənfi 1,5 də olur B variantı. 35 nömrəli tapşırığı həll etmək üçün tənlikləri ayrı-ayrılıqda həll etmək lazımdır. Birinci tənliyi tənasüb kimi bir-birinə vursaq, x-i x-ə vuranda x kvadratı, 4'ü də vurmalıyam. 2x çıxılsın 3'ə. Buradan x kvadratı üstə gəl 8 bərabərdir 8x çıxılsın 12. Hamısını eyni tərəfə keçirsəm x kvadratı çıxılsın 8x üstə gəl 12 bərabərdir 0 alıram ki. Burada da x1 üstə gəl x2 bərabərdir 8'ə. Əks-şarilə götürmüş ikinci əmsal hasili isə sərbəst əddə, yəni 12'yə bərabərdir. Köklərin cəmi 8 hasili 12'dir. D variantı və burada da bir dənə baxıram ki, hasili müsbət ədəd olduğuna görə ya bunların hər ikisi mənfidir ki, bir-birinə vuranda müsbət eləyir, ya da müsbətdir ki, bir-birinə vuranda yenə müsbət eləyir. Deməli, kökləri eyni işarəlidir. Y variantı da 1'ə uyğun gəldi. İkinci tənlikdə hər bir həddi x-ə vursam, alaram 2x üstə gəl 15 bərabərdir x kvadrat. Burada da x kvadratı çıxılsın 2x çıxılsın 15 kimi kvadrat tənlik formasına salmaqla x1 vurulsun x2'nin 2'yə hasili. Hasili yox, cəmi əks-şarı götürmüş ikinci əmsala. Hasili isə x1 vurulsun x2 bərabərdir mənfi 15'ə. Deməli, cəmi 2'yə hasili mənfi 15'ə bərabər olanda A variantına uyğun gəldi. Üçüncü tənlikdə yenə hər tərəfi ortaq məxrəcə gətirək əvvəlcə sol tərəfi. X ilə x üstə gəl 2'ni ortaq məxrəc götürürəmsə, surətdə 3'ü vurmalıyam x üstə gəl 2'yə. İkinci kəsrin surətini də vurmalıyam x-ə. Bərabərdir 4. Burada 4'ün altında da 1 var. Tənasüb kimi işləsəm bu surət bərabərdir. Yəni 3x üstə gəl 6, 3x üstə gəl yenə 3x bərabərdir. 4'ü də vurmalıyam x kvadratı üstə gəl 2x-ə. Buradan alıram ki 6x üstə gəl 6 bərabərdir 4x kvadratı üstə gəl 8x. Və 4x kvadratı üstə gəl 8x-dən 6x çıxanda qalır 2x. Altda keçir o tərəf olur. Mənfi 6 bərabərdir 0. Burada da köklərin cəmini hasilini tapmaq üçün hər bir həddi 4'ə bölmək lazımdır. Deməli 4'ə böləndə olur x kvadratı. Üstə gəl bu 4'ə böləndə 0 dəfə 20'də də 4 5 dəfə x çıxılsın. Altında 4'ə böləndə 1,5 bərabərdir 0 və buradan da x1 üstə gəl x2'nin mənfi 0,5'ə. x1 vurulsun x2'nin isə mənfi 1,5'ə bərabər olduğunu tapmaq olar. Köklərin cəmi mənfi 0,5 hasili 1,5'ə bərabərdir. B variantı. 3'də də B variantı. 37'də yenə bir-birinə vuraq. Deməli, tənasüb kimi vurmaq üçün 2'ni birincisi yazaq bura. 2'ni vurmalıyıq 2x üstə gəl 6'ya. X-i də x-ə. X kvadratı. Buradan alırıq ki x kvadratı bu 4x eləyir keçəndə mənfi 4x, bu da 12 eləyir keçəndə mənfi 12 bərabərdir 0. Deməli cəmi müsbət 4'ə, hasili isə mənfi 12'yə bərabərdir. Burada da 1'ə uyğun gəldi. C variantı və burada mənfi 2 olduğuna görə müxtəlif işarəlidir. Eyni işarəli hələ ki variantı buna uyğun gəlmədi. İkincidə hər bir həddi x-ə vursaq, alınar ki 3x üstə gəl 10 bərabərdir x kvadratı. Bu isə x kvadratı çıxılsın 3x çıxılsın 10 bərabərdir 0 kvadrat tənliyidir. Burada da köklərin cəmi x1 üstə gəl x2 bərabərdir mənfi 3'dürsə əks-şarı ilə götürmüşüm müsbət 3. x1 vurulsun x2'də mənfi 10'dur. Deməli cəmi 3'ə, hasili mənfi 10'a bərabərdir. 2'yə də A variantı uyğun gəldi. 3'də yenə bir-birinə vursaq x kvadratı bərabərdir 9x çıxılsın 18 olar. Bu isə x kvadratı çıxılsın 9x üstə gəl 18 bərabərdir 0'dırsa, deməli cəmi x1 üstə gəl x2 9'a, x1 vurulsun x2'də müsbət 18'ə bərabərdir. Bu həm də müsbət olduğuna görə köklər eyni işarəlidir. Çünki ikisi də mənfi olsa bir-birinə müsbət olur vuranda. Müsbət də olanda bir-birinə vuranda yenə müsbət olur. Deməli B və D variantları da uyğun gəldi 3'ə. B və D variantları.
37 nömrəli tapşırığa baxırıq burada. Deyir ki, ABC çoxluqlarının elementləri uyğun olaraq birinci, ikinci, üçüncü tənliklərin kökləridir. Tənlikləri həll edin və Euler-Venn diaqramına cavab vərəqində çəkərək doldurun. Deməli, birinci tənliyi həll edeyim. Deməli, A çoxluğuna aid olan ədədləri tapmaq üçün birinci tənliyi həll etməliyəm. X kvadratı üstəgəl 3x çıxılsın 10 bölünsün x çıxılsın 4 bərabərdir 0 tənliyini həlli üçün surət 0 olmalıdır. Məxrəc 0-dan fərqli. Burada x kvadratı üstəgəl 3x çıxılsın 10 bərabər olmalıdır 0-a. D bərabərdir 49-a. X1 bərabərdir. Mənfi 3 üstəgəl 7 bölünsün 2. 4-ü 2-yə böləndə eləyir 2. X2 bərabərdir. Mənfi 3 çıxılsın 7 bölünsün 2. Mənfi 5-də bu eləyir. X də fərqlidir 4-dən. Məxrəc 4 olanda 0-a çevrildiyinə görə x 4 ola bilməz. Ona görə də köklərimiz olur 2 və mənfi 5. Bu oldu A çoxluğunun elementləri. Buraya yazaq. A çoxluğunun elementləri belə yazaq. A bərabərdir. Deməli 2 və mənfi 5-ə. İndi B çoxluğunun elementləri. Burada C-ni tapaq, sonra B-ni taparıq. Deməli, C-ni tapmaq üçün x kvadratı çıxılsın 10x üstəgəl 21 bərabərdir 0 tənliyini həll etməliyəm burada. Və nəzərə almalıyam ki, x fərqlidir 0-dan. Burada diskriminantı tapsam 100 çıxılsın 21-i də 4-ə vuranda 84 cavab eləyir 16. Beləliklə də x1 bərabər olur. 10 üstəgəl 6 bölünsün 2. 10, 6 yox 16-dan kök çıxır 4. 14-ü 2-yə böləndə 7. O biri kökümüzdə 10 çıxılsın 4 bölünsün 2. 6-nı da 2-yə böləndə eləyir 3. Deməli, C çoxluğunun da elementləri 7 və 3-dür. Sonra buradan indi baxıram B çoxluğuna. B çoxluğunda, deməli, əgər mən burada Venn diaqramı çəkəsi olsam, biri A'dır, biri B'dir, biri C. A, C'ni tapdım. İndi B'ni tapmalıyam burada. B'nin deməli elementləri C'nin elementləri ilə ortaq olmalıdır. Biri də A'nın elementləri ilə ortaq olmalıdır. İndi bu B tənliyini burada əməlli başlı işimiz var. Yazaq deməli x kubu çıxılsın 6x kvadratı çıxılsın 13x üstəgəl 42 bərabərdir 0 tənliyini həll etməliyəm və burada nəzərə almalıyam ki, x fərqlidir 3-dən. Bu tənliyə həll etməkdən ötürü deməli kub tənlikdir, 3-cü dərəcəli tənlikdir. V teoremində olduğu kimi dərəcələri yüksək olan tənliklərdə də köklərin hasili həmişə sərbəst əddə bərabərdir. Yəni burada əgər 2 dənə və yaxud da 3 dənə ən çox 3 dənə kökü var. Bunların hasili 42-yə bərabərdirsə, mən 42-ni yaza bilərəm. Məsəl üçün 2 vurulsun 3, sadə vuruqlarını ayıraq, 3 vurulsun 7 kimi bərabərdir 42. İndi baxaq görək bu tənliyin həlli bu ədədlərdən hansıdır? Bunu yoxlama ilə də yerinə yetirmək olar. Məsəl üçün, deməli, 2-ni yoxlasaq burada, 2-nin baxaq görə, yoxlayaq görə 2 bu tənliyin köküdürmü? X-in yerinə 2 yazsam, olar 2-nin kubu çıxılsın 6 vurulsun 2-nin kvadratı çıxılsın 13 vurulsun 2 üstəgəl 42 bərabərdir 0. Bunu hesablasam görürəm ki, həqiqətən də 0 bərabərdir 0. Deməli, tənliyin bir kökü 2-dir. Buradan 2-ni tapdım. 2-ni tapdımsa, indi 7-ni yoxlayaq bir dənə də. X bərabərdir 7-ni yoxlamaqdan ötürü 7-nin kubu çıxılsın 6 vurulsun 7-nin kvadratı çıxılsın 13 vurulsun 7 üstəgəl bu 42-ni də yazıram 6 vur 7 kimi hesablaya bilim görək həqiqətən də bunun köküdür yoxsa yox. Deməli, bu 7-nin kubunun yerinə yaza bilərəm. 49 vurulsun 7 çıxılsın. Burada da yazıram 6 vurulsun 49 çıxılsın. Burada da elə 13 vurulsun 7 üstəgəl 6 vurulsun 7 yazıb vuruqlarını ayırmaqla daha rahat hesablamaq olar.
Deməli 7 dənə 49-dan 6 dənə 49-u çıxanda qalır bir dənə 49. 13 dənə 7-dən də burada da 6 dənə 7 qalır 7 dənə 7 həm də mənfi. Deməli həqiqətən də bu da 0. Deməli bir kökümüzü tapdım 7, bir kökümüzü tapdım 2. Bunları tapandan sonra 3-cü kökü tapmalıyam. Deməli bu ifadəni biz vuruqlarına ayıranda bir kökü 2 olduğuna görə vuruqlardan biri x çıxılsın 2 olur. Digər vuruğu da x çıxılsın 7 olur. Və bunları da bir-birinə vuranda eləyir x kvadratı çıxılsın 9x üstəgəl 14. 2 dənə kökünü tapdım. 3-cü kökünü tapmaqdan ötürü bu surəti buna bölürəm. Yazıram x-in kubu çıxılsın 6x-in kvadratı çıxılsın 13x üstəgəl 42-ni bölürəm mən x kvadratı çıxılsın 9x üstəgəl 14-ə ki görün burada cavab neçə alınır. Deməli yazıram x dəfə. X-i vururam bunlara. X-in kubu çıxılsın 9x x-ə vuranda 9x kvadratı üstəgəl 14x-ə vuranda 14x eləyir. Çıxmanı yerinə yetirsəm bu birincilər 0-a getdi. Buradan mənfi 6x kvadratı çıx mənfi 9. Çıx mənfi 9 müsbət eləyir. 9-dan da 6 çıxanda qalır 3x-in kvadratı. Mənfi 13 çıx 14. Bu da ikisi bir yerdə mənfi 27x eləyir. Üstəgəl 42-ni də düşürürəm. Və bunda da görürəm ki, tam-tamına olur 3 dəfə. Bu da eləyir 3x kvadratı çıxılsın 27x üstəgəl 42 bərabərdir 0. Deməli, vuruqlardan biri də x üstəgəl 3 olduğuna görə, deməli, bizim tənliyimiz x çıxılsın 2, x çıxılsın 7 və x üstəgəl 3 kimi vuruqlarına ayrılır ki, buradan da, deməli, b çox ədlisinin ədləri, yəni tənliyin kökləri tapılır. 2, 7 və mənfi 3. İndi bunları gətirib burada qeyd eləmək lazımdır. Buradan B-ni də yazaq S-nin altında. Deməli 2, 7 və mənfi 3. A-la B-də hər ikisində ortaq olan 2-dir. 2-ni yazsam bura, A-da təkcə qalar mənfi 5. B ilə S-nin ortaqları da olasıdır 7. B-də 2 ilə 7-ni yazdıqsa bu ortaya qalar mənfi 3. S-nin də 7-sini yazmışamsa müsbət 3-ü də qalar S-nin təkcə özünə. Beləliklə də burada tapşırıqlar yekunlaşır. Hələlik bu qədər. Sağ olun.